porsiya krem eləyəcəyik. O günkü kimi eləməyəcəyik. Başa düşəsiniz deyə bir porsiya diplomat krem hazırlayıram. Diplomat kremi pişirəndən sonra elə ocağın üzərində içərisində 100 qram yağ vururuq. Əgər biz o kremi qaymaqla qatacağıqsa, krem soğuyandan sonra mikserdə qarışdırırıq. Qaymaqla birləşdiririk, qaymağı da ayrıca çalırıq. İkisini də birləşdirib, birləşik krem kimi tortlarda, nə bilim, eklerlərdə, pirojnalarda istifadə edə bilərik. Əgər siz diplomat kremi yox, qaymaqla birləşdirmirsinizsə, əlavə çalırsınız soğuyandan sonra. Gözünə 200 qram da yağ qatırsınız. Onda bu krem olur zavarnol krem. Napolyonlarınızı, ballı tortlarınızı eləyə bilərsiniz. Yaxşı, indi mən bir diplomat kremi hazırlayıram. Ballı tortunuzu diplomat kremlə də kremləyə bilərsiniz. Gözünə 200 qram da əlavə elə içində 300 qram yağ gedir. 100 qram isti tökürük, 200 qram da soğuyub çalandan sonra tökürük. O günləri mən ballı dediyiniz kimi elədim. Onu da elə siz dediyiniz kimi hazırladım. Çox qəşəng çıxmışdı. Çox qəşəng çıxacaq. Çox qəşəng çıxacaq. Gəl. 5 manatlı xrustal. Xrustal formasında olan. Xrustaldır, yalancı xrustal. Yollar da karşı qədər. Bəziləri eldir. Onunla mənim əstirstəliyin elə. 200 qram eləyək. 400 qram bura pesoq tökülür. Şeydə çək 400 qram pesoq tökülür. Yazaq da. İşləyir tərəzi. Birinci işə bax. Yazmaq asan. Yaxşı. İşə qoyuruq qırağa ki soyusuna onda yaz. Sıfırra taran basırsan. Məncə. Onda mən yarı 400 qram. Günah çəkərsən ha. Qidaların hazırda çəkərsən. Onu ballı torta, onu çox şeylərə istifadə edirik. 400 qram peso.